İlk hesabatının parlamentdə təqdimatı davam edir. İclas sual-cavab formatında gərgin müzakirələr fonunda keçirilir. Georgi Qaxaryev və onun komandası Hakim Gürcü Arzusu partiyasını kəskin tənqid edir. Baş nazir İrakli Qobaxidze çıxışı zamanı əsas diqqəti Avropa İttifaqı ilə münasibətlərə, ölkədəki mövcud vəziyyətə, iqtisadi sabitliyə, infrastruktur işlərinə, eləcə də regional və beynəlxalq layihələrə yönəldib. İlk hesabatın təqdimatında Şio Muçiri də iştirak edir. Baş nazirin hesabatı ilə Gürcüstan parlamentinin yaz sessiyası rəsmi olaraq başa çatacaq. Qlobal təhlükəsizlik, Ukraynada davam edən müharibə, yaxın şərqdəki mövcud vəziyyət və beynəlxalq nizamın gələcəyi, bunlar Dubrovnik forumunun iştirakçılarının 2 gün ərzində müzakirə edəcəyi əsas mövzulardır. Tədbir artıq rəsmi şəkildə açılıb. Dubrovnikdə Gürcüstanın Xarici İşlər Naziri Mak Abocarishvili iştirak edir. O panel müzakirələrində iştirak edəcək. Bundan əvvəl isə iki tərəfli görüşlər keçirir. Mak Abocarishvili ilə görüşünü ATƏT-in baş katibi ilə keçirib. Həmçinin o digər ölkələrin Xarici İşlər Nazirləri ilə də görüşləri planlaşdırılıb. ABŞ xarici agentlərin qeydiyyatı haqqında qanunun sərtləşdirilməsini planlaşdırır. Senatın Xarici Əlaqələr Komitəsi ABŞ siyasətinin xarici rəqib dövlətlərin təsirinin qarşısını almağı hədəfləyən qanun layihəsini təsdiqləyib. Dəyişikliyə əsasən xarici agentlərin qeydiyyatı haqqında qanundakı mövcud boşluqlar aradan qaldırılmalıdır. Hazırki qanunvericiliyə görə xarici rəqib dövlətlərin nümayəndələri fəaliyyətlərinin kommersiya xarakterli olduğunu, daxili maraqlara xidmət etdiyini və ya istisnalara aid olduğunu əsas gətirərək qeydiyyatdan yayınırlar. Yeni dəyişiklik bu boşluqları aradan qaldırır və Çin, Rusiya, İran, Şimali Koreya və Kuba hökumətləri, yaxud onlarla əlaqəli kommersiya qurumları adından fəaliyyət göstərən şəxsləri və təşkilatları xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Bu dəyişikliklər onların təsir fəaliyyətinin daha da şəffaf olmasını təmin edəcək. Xarici agentlərin qeydiyyatı haqqında qanunun sərtləşdirilməsi təşəbbüsü Tbilisidə də müzakirə olunur. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnaməyə Gürcüstan Xarici İşlər Nazirliyi münasibət bildirib. Rəsmi bəyanatda qeyd olunur ki, qətnamə obyektiv və faktlara əsaslanan qiymətləndirməyə söykənmir. Qərəzli şərhlər, bir tərəfli siyasi qiymətləndirilmələr və Gürcüstan haqqında yanlış iddiaları özünə əks etdirir. Nazirliyin məlumatına görə Gürcüstan qarşılıqlı hörmət və etimada əsaslanan hər iki tərəf üçün faydalı əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyir və Avropa Şurasının institutlarından konstruktiv və ədalətli yanaşma gözləyir. Bəyanatda həmçinin bildirilir, insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması məqsədi ilə yaradılmış beynəlxalq təşkilatın getdikcə daha çox siyasi təzyiq alətinə çevrilməsi xüsusilə narahatlıq doğurur. Bu cür yanaşma Avropa Şurasının nüfuzuna zərbə vurur və təşkilatın bəzi strukturlarının gərəksizliyinə dair ciddi suallar yaradır. Heç bir xarici siyasi təzyiq, dezinformasiya kampaniyası və ədalətsiz qiymətləndirmə Gürcüstanın milli maraqlarının, dövlət müstəqilliyinin və demokratik legitimliyinin nəzərə alınmamasına əsas ola bilməz deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Avropa Şurası Parlament Assambleyasının qətnaməsi siyasi dairələrdə yenidən fəal şəkildə müzakirə olunur. Müxalifətin fikrincə, Gürcüstan demokratik standartlardan getdikcə uzaqlaşır və bu, ölkənin Avropa inteqrasiya perspektivinə hər keçən gün daha çox zərər vurur. Hakim komanda isə sənəddə yer alan qiymətləndirmələrlə razılaşmır və bildirir ki, qətnamə dar partiya maraqlarına xidmət edir. Xatırladaq ki, Avropa Şurası 2 gün əvvəl Gürcüstanla bağlı növbəti tənqidi qətnaməni 83 əleyhinə 5 əleyhinə səslə qəbul edib. Sənəddə qeyd olunur ki, Gürcüstanda demokratiyanın gerilənməsi, müxalifətə və vətəndaş cəmiyyətinə təzyiqlər davam edir. Həmçinin bildirilir ki, Assambleyanın daha əvvəl verdiyi təcili tövsiyələrdən heç biri yerinə yetirilməyib. Bununla yanaşı, Assambleya Gürcüstan hakimiyyətinin yaxın zamanda qəbul etdiyi repressiv qanunvericiliyi tamamilə ləğv etməyə çağırır. Milli Hərəkat ilə müxalifət alyansı arasında qarşıdurma davam edir. Eyni zamanda partiyada vəzifələrin yenilənməsi və fəaliyyət taktikasının müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Məlum olur ki, vaxtilə partiya daxilində müxalifət alyansına qoşulmaq məsələsində də fərqli mövqelər olub. Nanka Jorjolyan hesab edir ki, Milli Hərəkat müxalifət birliyini tərk etməlidir. Tina Poqçava isə alyansdan çıxmağı ardıcıl və düzgün addım hesab etmir. Partiyanın bundan sonra fəaliyyət planının necə olacağı və Milli Hərəkatın müxalifət birliyini tərk edib etməyəcəyi yaxın vaxtlarda keçiriləcək partiya şurasının iclasında məlum olacaq.
Şida karteldə böyük miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və narkotik satışına yardım ittihamı ilə xarici ölkə vətəndaşı saxlanılıb. Onun müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı satış üçün hazırlanmış 14 paketə bölünmüş ümumilikdə 6 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. İstintaq hərəkatları zamanı narkotiklərin qablaşdırılması üçün istifadə olunan vasitələr və satışdan əldə etdiyi ehtimal edilən pul vəsaitləri də müsadirə olunub. Cinayət qanunvericiliyinə əsasən bu əməl 20 ilədək və ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Aptek narkomaniyası adlanan iş üzrə ittiham olunan 20 nəfərə, o cümlədən Səhiyyə Nazirinin keçmiş müavini İraqli Mixeidze barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan 3 nəfər isə axtarışdadır. İş çərçivəsində Gürcüstanda qeydiyyatdan keçmiş 24 hüquqi şəxs barəsində də cinayət təqibi başlanılıb. 11 fiziki şəxs və istintaqla əməkdaşlıq etdiyinə görə həbs edilməkdən ittiham olunub. Məsələ 53 milyon lardan çox dəyər olan psixotrop dərmanların qanunsuz dövriyyəsi, cinayətkar qrup tərəfindən əldə edilən gəlirlərin leqallaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Maliyyə Nazirliyinin istintaq xidməti saxta yucu tozların istehsalı üzrə Kustar istehsal sexini aşkar edib. Kvemo karteli prokurorluğu ilə koordinasiyalı keçirilən əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində Türkiyə vətəndaşı olan 2 şəxs saxlanılıb. Onlar əvvəlcədən razılaşaraq böyük miqdarda özgənin əmtəl nişanından qanunsuz istifadə etmə və saxta məhsul istehsal etməkdə ittiham olunurlar. Söhbət ABC, Ariel, Tide və Persil markalarının saxta etiketləri ilə istehsal edilən məhsullardan gedir. Əməliyyat zamanı həmin brendlərin saxta nişanları ilə markalanmış 1325 ədəd yucu toz müsadirə olunub. Cinayət qanunvericiliyinə əsasən bu əməl 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Venezuelada baş verən 2 güclü zəlzələ nəticəsində ölənlərin sayı 235-ə yüksəlib. Məlumatı Milan Sembelyanın prezidenti Jorge Rodriguez yayıb. Onun sözlərinə görə hazırda 4300 nəfər yaralanıb. 200-dən çox insan isə hələ də dağıntılar altında qalır. Təbii fəlakət azı 3000 evi tamamilə dağıdıb. Zəlzələdən sonra yaxınlarını itirənlər üçün məlumat toplama məqsədi ilə xüsusi veb-sayt yaradılıb. İtkin düşənlərin sayı təxminən 40 min nəfər olaraq göstərilir. Xatırladaq ki, Venezuelada 7.2 və 7.5 bal gücündə 2 güclü zəlzələ qeydə alınıb.